Amina ilə döyüşdüyümdə ayaqla vuranda çənəsinə dəyir, ayağımın altı patlayır. Patlayıb bütün damarlardan vətərlər zatlar qırılır. Amma yenə döyüş idamı verirəm, uduram və 20 dəqiqə ondan sonra təzədən yenə bir dənə ağır çəkişdə döyüşürəm. Eyni gün, iki döyüş. Bu ikinci döyüş mənim üçün çox çətin oldu. Çünki böyük bir travma idi. Və orada mənə həkimlər döyüşməmə icazə vermirdilər, döyüşmək olmaz. Çünki qan axırdı. Mən də onlardan 10 dəqiqə vaxt aldım. Dedim 10 dəqiqə vaxt verin, əgər mənim ayağımdan qan gəlirsə, mən özüm döyüşdən geri çıxacağım. Vedrəni qoymuşdum, ayağımı atmışdım vedrənin içinə ki, qan onun içinə axırdı. Sonra məşqləri zatlar hamısını eşiyə çıxartdım. Dedim 5 dəqiqədən sonra gələrsiniz. Ayağımı qoydum ayağımın üstünə, dərim açılmışdı. Dərimi qəşəng ilə açdım, amma çox ağrırdı. Vazelin götürdüm, doldurdum içinə. Dəri qoydum, qəşəng sıvarqaladım. Ondan sonra məşqini sardım, dedim, gəl bunu bağla. Gəldi, orada qəşəng bintələdi, qanla gəlmədi. Amma o səbəb oldu ki, mənim ayağım daha bətər olar. Qan axmağa icazə və qan axmadı. Amma səbəb oldu ki, mənim ayağım daha çox əziyyət çəkər. O ayağımla ikinci döyüş tutdum, qaburqam da batmışdı. Hələ də batıqdı, düzəlməyibdi. Həm qaburqam batıq idi, həm ayağım o gündə ikinci döyüşdə döyüşdüm, utdum, 8-ci turnuvaya lisensiya qazandım. İkinci döyüş ayağım belə olmasaydı %99.9 nakavt edəcəkdim.